Salam hörmətli izləyicilər, bir də xoş gördük. Bugün biz sizə 3 iyun tarixində Artenin keçirdiyi sınağın suallarını izah etməyə çalışacağıq. Siz də kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Deməli, birinci sualımız izah belədir ki, İtaliyanın 20-ci əsrin 30-cu illər tarixi ilə, yəni Afrika ilə bağlı xarici siyasətinə aiddir. İspaniya faşistlərə hərbi yardım göstərməsi tarix, zaman, yəni tərəf oxşardır, amma məkan olaraq bu Avropada idi. Avstriya ərazi bütövlüyü təminat altına alınması, bu da doğrudur. Məhz zaman və belə deyilənlər edilib, amma məkan olaraq Avropada baş vermişdi. Bu 1935-ci ildə Streza konfransında Əlcəzair xalqına qarşı soyqırımın siyasətinin aparılması bu Fransaya aiddir. Efiopiyada işğalçı siyasətinin aparılması 1935-36-cı ildə, hətta buna görə də Fransa və İngiltərənin narazılığına görə onlar da ayrılıb Almaniyaya yaxınlaşdı. Sudet isə Çexoslovakiya vilayəti idi, həm də Almaniya tarixi ilə bağlı idi. Keçirik ikinci suala. Deməli, uyğunluğu mənədir. İkinci Dünya müharibəsi dövrü Almaniya, Çexoslovakiya tamamilə tabe etməsi bu 1939-dur. Amma Dünya müharibəsi 1939-45-ci ildir. Amma Çexoslovakiyada 39 olsa da, amma müharibədən əvvəl idi. Çünki Dünya müharibəsini Almaniyanın Polşanı işğal etməsi ilə başlayır. B3-lər paktı, bəli, İtaliya, Yaponiya, Almaniya arasında bağlanmışdı. Bu doğru cavabdır. Millətlər Cəmiyyətindən çıxması 1933-cü ildir. Ona görə də yəni oktyabr ayında səhv etmirəmsə çıxıb və ona görə bu götürülməyəcək. Məhz doğru cavab 1-ə B-dir. 2-yə hava adalarının Yaponiya, yəni hərbi bazasına, yəni ABŞ-ın hərbi bazasına zərbə endirilməsi doğrudur. 1941-ci ilin dekabrında bütün Avstriyanı işğal etməsi xeyr. 1942-ci ayında Mərcan adaları döyüşündə məğlub oldu və Avstraliyanın tutma təşəbbüsü iflasa uğradı. Yunanistanın işğalında iştirak etməsi bu Almaniya və İtaliyaya aiddir 1941-ci ildə. 41-cinin sonlarında. Deməli, 2-də olur A bəndi, məhz doğru cavab D-dir. Eyler-Venn diaqramında müqayisə edin. Deməli, 20-ci illər, 30-cu illər Yaponiyaya müharibə elan edilməsi bu Türkiyə Respublikasının dövründə Yaponiya müharibə edib, yəni 39-45-ci illərdə o zaman yəni düşmür, yəni Türkiyə tarixinə ümumiyyətlə uyğunluğu yoxdur. Çünki Türkiyə bir tərəf qalmışdı. Və yalnız 45-ci ildə Almaniya müharibə edir. ABŞ-ın məsləhəti ilə həm də SSR-in ərazi iddialarının qarşısını almaq üçün, həm də millətlər cəmiyyətə qoşulması üçün bu zəruri idi. Daha doğrusu BMT qoşulması üçün. Ona görə A-nı götürməyəcək. Mustafa Kemal tərəfindən idarə olunması oxşardır hər ikisində. Çünki 1923-cü ildə Respublika yaradılandan 1938-ə qədər Mustafa Kemal idarə etmişdir. Yeni konvensiya əsasən Boğazlar məsələsində böyük üstünlük qazanmışdır və 1936-cı ildə Montre konfransında bu doğrudur. Deməli, 3-ə B, 2-yə C. Qadınlar kişilərə bərabər hüquqlu elan olunması belə 1924-cü konstitusiyasında öz əksini tapmışdır. E də heç birisinə aid deyil. Ona görə də doğru cavab məhz 3-ə B, 2-yə C, 1-ə də D-dir. Azərbaycan SSR-də İmam Mustafa'nın hakimiyyət dövrünə aiddir. 1954-59-cu il hakimiyyətdə olmuşdur. Azərbaycan Elm Akademiyasının yaradılması 1945 martdır. Milli Azərbaycan qərargahının təşkil olunması 1962-ci ildir. Vəli Axundovun dövrüdür. İcbari 10 illik 1966-cı ildir. O da Vəli Axundovun dövrüdür. Bahar bayramının rəsmi olaraq qeyd edilməyə başlaması 1967-ci ildə. Şəxəli Qurbanov ikinci katib olaraq təşkil etmişdi bunu. Konstitusiya Azərbaycan dilinin dövlət dili əlavə edilməsi bəli 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-nin ikinci konstitusiyasına 56-da bu Azərbaycan dilinin dövlət dili olmasına bağlı maddə əlavə etdirmişdir. Bu təkrar gedib, üzrlü sayın. Burada E bəndidir, yəni həmin sualdır. Orada şərtlər yoxdur, E bəndi, yəni bu sualda. Mis daş eneolit dövrünə aiddir. Saxsı qablar bişirmək üçün kürələrin yaradılması bəli yeni 6-cı sinif təhsilində bu öz əksini tapmışdır. Əhalinin əkinçiliklə məşğul olmağa başlaması mezolitdən ibtidai formada, əsas isə neolit dövründə idi. İstehsal təsərrüfatının mövcud olması bəli. Süni suvarma şəbəkəsinin yaradılması bu orta paleolit dövrüdür. Məhz doğru cavab 1-3-dür. Bu da E bəndində öz əksini tapmışdır. Göstərilən xanlıq məhz İrəvan xanlığıdır. Bu xanlığa aid olan istəyir. Rusiya dövləti dostluq müqaviləsi imzalanması aidiyyəti yoxdur. Qacarlar dövləti ərazisində gömrük ticarət hüququ malik olması Rusiya və İngilislərin bağladığı müqavilələrdə bu öz əksini tapmışdır.
Hakimiyyətə yeni sülalələrin gəlməsi 18-ci əsr 50-ci illərində bəli, yəni 47-ci ildə Mir Mehdi xan Əfşar yaratmışdı. 55-ci ildə Həsən Əli xan Qacarın sırayı sevişin nəticəsində hakimiyyətə gəlməsi Qacarlar gəldi hakimiyyətə. Məhz doğru cavab C bəndidir. Eylervin diaqramına əsasən uyğunluğu müəyyən edin. 10-cu yüzilin 2 ilində Şərqi Gürcüstan asılı salmışdır. Bu Yusif ibn Əbsacə aiddir, çünki onun hakimiyyəti ilə əvvəlki kitaba yazılır 901-927-ci illərdə hakimiyyətdə olmuşdur. Rəvvalilərlə mübarizədə Ərdəbili itirmişdir. Heç birisinə aid deyil bu bənd, çünki Rəvvalilərlə mübarizədə Ərdəbili itirən İbrahim ibn Mərzbandır. Burada isə Mərzban Məhəmməddən söhbət gedir. Vergi işinin nizama salması üçün qanuna hazırlanması ilk qanunnaməsi Mərzban Məhəmməd qəbul edib. Deməli, 1-ə A, 2-yə C. Bərdədə Slavyanlar qarşı mübarizə 944 bu da baş verib. Yəni D bəndi də 2 gedəcək, yəni C ilə D. Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirməsi bəli, 10-cu əsrin birinci yarısında hər hissə ilə belə demək olar ki, birinci yarısında buna nail olmuşlar. Çünki Mərzban Məhəmməd 940-da gəlib hakimiyyətə. Deməli, 1-ə oldu A, 2-yə C, D, 3-ə də B, G bəndi oldu. 1924-cü Türkiyə və 1945-ci ildə Azərbaycan Respublikalarına aid oxşar cəhət burada konstitusiyanın qəbul olunmasıdır. Məhz doğru cavab C bəndidir. Deməli, Qızıl Ordu dövlətinin 15-ci əsr tarixinə aid deyil. Müstəqil dövlətçiliyinin sona çatması xeyr 16-cı əsrdir. Ərazisində müstəqil türk xanlıqlarının yaranması bəli doğrudur. Krım, Noqay, Sibir, Həştərxan, Kazan və s. Moskva knyazlığının asıllıqdan çıxması bu aiddir. Uğragöşü 1480-ci ildə. Ağqoyunlularla diplomatik əlaqələrin qurulması yalnız birdir. Çünki 16-cı əsrdə diplomatik əlaqə var idi. 1470-ci illərdə məhz yəni 3-cü İvan gəlib birlikdə mübarizə aparmaq haqqında uzun əsrdə ittifaq yaratmaq istəyəndə deyir ki, Əhməd xan ondan daha əvvəl gələrək Cənub Sərhəddən təhlükəsizliyi barəsində təminat ala bilmişdir və diplomatik əlaqədir. Məhz birə, daha doğrusu bu suala yalnız birdir, yəni aid olmayan. 1856-cı Paris sülh müqavilə şərtlərinə aid deyil, yəni Krım müharibəsinin nəticəsində çağırılmışdı. Tərəflər işğal etdiyi torpaqları geri qaytarmalıdırlar, bəli, Sevastopolu bunlar, o isə Anadoluda işğal etdiyi əraziləri. Bolqarıstan Osmanlı dövləti tərəfindən asılı knyazlığa çevrilməli idi. Xeyr, bu Berlin 1878 Berlin konferansına aiddir. Bosfor Dağlarının boğazda sülh dövründə xarici hərbi gəmiləri bağlanmalı idi, düzdür. Qaradənizdə heç bir dövlət donanma saxlaya bilməzdi, bu da doğrudur. Osmanlı dövlətinin ərazi bütövlüyü Avropa dövlətləri tərəfindən zəmanət verilməlidir və həddi müstəqilliyindən birlikdə doğru cavab məhz B bəndidir. Fransada qəbul edilən insan vətəndaş hüquqları bəyannaməsinə aid 1789 avqustunda baş verib. ABŞ-nin istiqlaliyyət bəyannaməsi əsasında hazırlanmışdı, bəli, məsələ bundan ruhlanmışdılar. Hakimiyyətin yeganə mənbəyi xalq hesab olunması bu da doğrudur. Çünki ABŞ istiqlaliyyət bəyannaməsi nümunəsi əsasında hazırlanmışdı ona görə. İnsanın azad və bərabər hüquqlu olmasının qəbul edilməsi bu da doğrudur. Vətəndaşlara söz və mətbuat azadlığına verilməsi bu da doğrudur. Ölkənin siyasi quruluşunun konstitusiyalı monarxiya elan edilməsi bu 1791, yəni Fransanın tarixində ilk konstitusiyanın qəbul olunması nəticəsində baş vermişdir. Məhz doğru cavab E bəndidir. Avropa Şurası, BMT, ATƏM, NATO deyir ki, Avropa Şurası yəni Azərbaycanın qoşulmasını istəyir. Burada çünki zamana baxanda onu görürük. 2001-ci ildir, bəli. 2000-ci əsrin noyabrında qəbul olundu. 2001 yanvarında isə Azərbaycanın məhz rəsmi olaraq bu quruma üzv kimi qeyd olundu. BMT 92 martın 2-sidir. ATƏM 92-ci ildir, iyun ayında, bəli. NATO 95 deyil, 94-də sülhnamə tərəfdaşlığı proqramına qoşulmuşdur. NATO-nun özünə də ümumiyyətlə üzv deyilik. Doğru cavab 2 və 4-dür. 2 və 4 hardadır? Cavab E bəndi. Ağqoyunlu dövlətinin hökmdarı Sultan Yaqubun hakimiyyət dövrünə aiddir. Şirvanşahlar dövləti ilə müttəfiq olması, bəli. Şahdağ döyüşü 1488. Paytaxtın yeni şəhərə köçürülməsi, xeyr, elə bir şey olmayıb. Nə Qaraqoyunlu, Ağqoyunluda. Teymur dövləti ilə müharibə aparılması, xeyr, belə bir şey olmayıb. Osmanlı dövləti ilə dostluq münasibətindən, bəli, çünki Osmanlının üstünlüyündən çəkindi və onları dostluq əlaqəsi saxladı. Məhz doğru cavab 1-4-dür. Cavab A bəndidir.
Azərbaycan Respublikasının beynəlxalq təşkilatların üzvlüyünə qəbul olunma səbəbi bayaqki sayda üzrli sayın təkrar gedib burada da. Deməli, cavab 2 ilə 4 idi. Uyğunluğu müəyyən edin. Deməli, Savalan dağı və Hilat şəhər yaxınlığında. Deməli, 8-ci əsrin 30-cu illərində baş vermişdi. Doğrudur. 731-dir. Əməvi qoşunların Xəzərlər tərəfindən məğlub edilməsi bu da doğrudur. AB harda var? Deməli, D-də. Xəzərlərlə Albanlar arasında olması xeyr, bu Kürdür, həm də 662-də olub, bunu çıxırıq. Deməli, biri AB, Hilata baxırıq. Ərəblərin Xəzərlərin hücumu dayandırılması bu doğrudur. Xəzərlərin Albaniya dövlətinin ərazisindən qovulub çıxarılması o zaman Albaniya yox idi, çünki 705-də süquta uğradılmışdı. Bəzi qalası uğrunda baş verməsi xeyr, Azərbaycan uğrunda idi bu. 2-yə də A olacaq, məhz doğru cavab D bəndidir. Manna eradan və 8-ci əsrin ikinci yarısı tarixinə aiddir, yəni 750-dən aşağı. Assur hökmdarı 3-cü Salmansar ilə mübarizə 843-dür. Ahşerin Midiya ilə müttəfiq olması 673-cü ildən başlayır, 73-72-ci illər, bu 7-ci əsrdir. Canişin sistemin ləğv olması yox, yaradılmasıdır. Hakimiyyətin irsən keçməyə başlaması bəli, İran 740-719-cu il hakimiyyət dövründə. Yalnız Urartu ilə dostluq əlaqələrini saxlanması xeyr, Aşşurla da olmuşdur. Cavab məhz D bəndidir. Cədvəldə verilənlərdən hansı və ya hansıları Albaniyanın daxili müstəqilliyinin bərpasına şərait yaratmışdır? 2-ci Vaçin Basili azadlıq hərəkatı xeyr əslində ləğv olundu. Sasanilərin Axunlara qarşı mübarizədə məğlub olaraq zəifləməsi bəli, Firuzun başçılığı altında məğlub oldular. 2 doğrudur. 1. Xosrov Ənuşirovun əhaliyə qarşı sərt cəza tədbirlər göstərməsi xeyr, bu 6-cı əsr ortalardır. Onda uzun müddət Sasani mərzbanlığı dövrü idi. Məhz cavab 2-dir. Yalnız 2E bəndi. Soyurqal və Tür torpaqları mülkiyyət formalarına aid ümumi cəhət. Yalnız irs xarakter daşıması xeyr, soyurqal irsi ilə Tür isə yalnız şahın icazəsi ilə irsən keçə bilərdi. Dindarlara, məscid və kilsələrə məxsus olması. Soyurqal həm Səfəvilər, həm də Moğolda məşhur seyirlərə, dərvişlər, ruhanilərə verilirdi. Amma Tür yalnız hərbislərə verilib. Sahibinin bütün vaxtlarda vergi toxunulmazlığı hüququna malik olması bu soyurqala aiddir. Hökmdar və ailəsinə məxsus torpaqlar bu xalisə torpaqlardır. Hərbi xidmət əvəzində paylanması cavab E bəndidir. 2023-cü il sentyabrında həyata keçirilmiş antiterror əməliyyat nəticəsində Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonu üzərində öz suveren tamamilə bərpa etdi. Bölgə qanunsuz terrorist qruplaşmalardan təmizləndi. Bəhs olunan antiterror əməliyyatın Azərbaycanın əvvəlki qələbələrindən fərqli cəhəti, əməliyyat ərəfəsində ATƏT Minsk qrupu tərəfindən Azərbaycan legitim hərbi müdaxilə hüququ dəstəkləndi. Laçın, Kəlbəcər, Ağdam rayonu işğaldan azad edildi, xeyr, bunlar olunmuşdu. Hadrut və Suqovuşan qəsəbələri işğaldan azad olunmuş, xeyr, biri 2020-dir, ikisi də 2020 oktyabr 3-ü və 9-unda işğalçı və qondarma rejim fəaliyyətini dayandırdığını elan etdi. Bu doğru cavabdır. Əməliyyat ilk dəfə olaraq yalnız xarici müşahidəçilərin iştirakı ilə aparıldı, xeyr. Məhz doğru cavab işğalçı və qondarma rejim fəaliyyətini dayandırdığını elan etdi. Çünki sentyabrın 28-də bunu elan etdilər. 2024-cü il yanvarın 1-də isə bu qüvvə minməli tamamilə tarixin zibilliyinə qovuşmuş oldu. Məhz doğru cavab D bəndidir. Çünki 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsində hələ də fəaliyyət göstərirdi. Reformasiya dövründə Almaniyada baş vermiş kəndi müharibəsinə aid deyil. 1524-25-ci Thomas Münster'in rəhbərliyi ilə baş vermişdi, doğrudur. Məğlubiyyətdən sonra feodal qaydalar daha da sərtləşmişdi, doğrudur. Şəxsən azadlığı kəndlər də təhkimlə alına salınmışdı, bu da doğrudur. 16-cı yüzilliyin ilk rübündə başlaması bəli 24-də, elə bitməsi də 1-ci rübdür. Feodal qaydaların kapitalist münasibətlə əvəz olunması xeyr, bu reformasiyanın nəticəsidir. Kapitalist iqtisadi sistem əsası qoyulurdu. Yəni cavab E bəndidir. Osmanlı dövründə Lalə dövrünə aiddir, yəni 1718-1730-dur. Yəni 3-cü Sultan Əhmədin vəziri İbrahim Paşanın dövrü belə adlanırdı. Rusiya imperiyasına müqavilə imzalanması 1711-dir. Rusiya 1721-ci ildən imperiya adlanıb, 1724-cü ildə bəli imzalanıb, Azərbaycan bölüşdürməsi ilə əlaqədar, yəni İstanbul sülhü 1724-cü ildə düşür. Bu doğrudur. Dünya hərbi tarixində ilk dəfə qumbarası bu 1-ci Mahmudun dövrüdür, yəni 30-dan hakimiyyətə gəlmişdi. Lalə dövrü deyildi, Lalə dövrünün süqutundan sonra olur bu. Nadir Şah Əfşarla sülh müqaviləsinin imzalanması bu da 1-ci Mahmuda aiddir.
Səfəvi dövlətlə Bağdad müqaviləsinin imzalanması, bu da 33-dür, çünki 30-da Lalə dövrü başa çatmışdı. Prut yürüşü zamanı Rus qoşunlarının Osmanlı ordusu tərəfindən məğlub edilməsi 1711-dir, 3-cü Əhmədin dövrüdür, amma Lalə dövrüdür, çünki Lalə dövrü 18-dən başlayır. Məhz doğru cavab ilə A bəndidir. 20-ci əsrin əvvəllərində Çin və Qacarlar dövlətinə aid oxşar cəhət, inqilab nəticəsində monarxiyanın ləğv edilməsi Çində olub, amma Qacarlarda olmadı. Biz buna aidsinə də sual hazırlamışdıq. Birinci Dünya müharibəsində ərazisinin Rus qoşunu tərəfindən işğal edilməsi bu Qacarlara aiddir. Sarıqamış əməliyyatı nəticəsində 1914-cü sonra 15-in əvvəllərində konstitusiya monarxiya bərqərar edilməsi Çində respublika idi, prezident idarəsi yaradılmışdı, amma Qacarlarda bu var idi. Rusiya dövlətinin müstəmləkəsinə çevrilməsi xeyr, konstitusiyanın qəbul edilməsi bəli 1913-cü ildə Çində, 1906-cı ildə isə Qacarlarda, 7-də isə əlavəsi ilə birlikdə. Cavab E bəndidir. 13-14-cü əsrlərə aid memarlıq abidələri müəyyən edin. Ağsuçay sahilində Bord qalası 12-ci əsrdə müdafiə qurusu idi. Şirvan memarlıq məktəbinə aiddir. Naxçıvanda Möminə Xatun türbəsi bu 12-ci yüzillikdir. Təbrizdə Əli Şah məscidi, bəli, Tacəddin Əli Şahın, yəni Məhəmməd Olcaylı Xudabəndlərin vəzi tikdirmişdi. Bu doğrudur. 3 götürəcək. Şeyx Cüneyd məqbərəsi bu 1544-dür, Qusardadır. Bərdə türbəsi, bəli, bu da 13-14 cavab, 3-dən 5-dir, doğru cavab C bəndidir. Azərbaycan SSR-də 1920-ci illərdə mədəniyyətin müxtəlif sahələrində sosialist ideyalarını təbliğ etmək üçün səmərəli vasitə kimi baxırdılar. Buna görə də bu istiqamətdə müxtəlif tədbirlər görüldü. Aşağıdakılardan hansılar həmin dövrdə dövlətin təbliğ imkanlarını xeyli artırmışdı? Azərbaycan dilində ilk mətbuat orqanının nəşrə başlanması xeyr, bu 1875-dir. Təcəddüd qəzetinin nəşrə başlanması xeyr, bu Cənubi Azərbaycana aiddir, farsında çıxırdı. Yəni Xiyabani inqilabı dövründə 17-20-də. Azərbaycan Dövlət Kino İdarəsi, bəli, təbliğat üçün bu önəmlidir. 1926-cı ildə 3 götürəcək. İlk radio stansiyanın fəaliyyətə başlaması bu da var idi. İlk Milli Teatrın təşkili bu da 1873-dür. Məhz 3-dən 4. Məhz doğru cavab D bəndidir. Xanacılığı müəyyən edin. İrəvanda müəllimlər seminarının açılması 1881-dir. Bu da Azərbaycan təhsilinə böyük töhfə vermişdi. Əkinçi qəzetinin nəşrə başlaması 1875-dir. Qəza məktəblərinin 6 illik pullu şəhər məktəblərinə çevrilməsi 1872-ci ildir. Bakıda gimnaziya tipli ilk rus dilli orta məktəb 1865-dir. Deməli, burada olacaq, deməli, 4, birinci 4 gələcək. 4, 3, 4, 3, 2, 1. Cavab məhz D bəndidir. Azərbaycan müəllimlərin birinci qurultayında qəbul edilən proqramın vacib müddəalarına aid deyil. Qadınlar təhsil inkişafı bu var idi. 1906-cı ildə Həsən Bəzərdava və Nəriman təşəbbüsü ilə keçirilmişdi. Deməli, B-yə baxır. Azərbaycanda məktəb şəbəkəsi genişləndirilməsi bu da var idi. Ali məktəb şəbəkəsinin genişləndirilməsi xeyr, ali məktəb ilk dəfə 1919-cu ildə Bakı Dövlət Universiteti olub. Ona görə də bu ola bilməz. Müəllimlərin sosial vəziyyət, bəli, bu da var idi. Azərbaycan türkçəsinin, bəli, icbari ana dilində təhsilindən söhbət gedirdi, bəli. Məhz doğru cavab C bəndidir. Səfəvi Osmanlı dövlətləri arasında imzalanmış Kirmanşah sülh müqaviləsinə aiddir. 1732-ci il yanvarın 6-sında Şah 2-ci Təhmasib və Osmanlı dövləti, yəni 1-ci Mahmud arasında imzalanmışdı. Cənubi Qafqazda Osmanlı tacirlərinin gömrüksüz ticarət imtiyazlarının tanınması xeyr, aidiyyət yoxdur. Kürçay Osmanlı Səfəvi arasında sərhəddə çevrilməsi ilə Arazçay olurdu sərhəd. Səfəvilər ərazisində Osmanlı Krım tacirlərinə, Osmanlı onların mallarına toxunulması xeyr. Səfəvilər yalnız ruslarla və ingilislərlə belə bir müqavilə imzalayıblar. Araz çayından şimaldakı Azərbaycan ərazilərinə Osmanlı hakimiyyətinə bəli saxlanılırdı. Araz çay sərhəddə olurdu. Dağıstan, Şərqi Gürcüstan və Arazdan şimaldakı torpaqlar Şirvan vilayəti və s. verilirdi Osmanlılara. Arazdan cənubdakılar isə qaytarılırdı Səfəvilərə. Son 10 ildə işğal olunmuş Səfəvi torpaqları Osmanlılar çıxmaydı. Bu Bağdad 1733-cü ildə Nadir xanın bağladığı müqavilə aiddir. Məhz doğru cavab D-dir. Böyük Səlcuq dövlətinin 11-ci yüzilliyin 70-ci illərinə aiddir. Paytaxtın Rey şəhərinə köçürülməsi bu 1043-dür. Nişaburdan köçürülmüşdür. Sultan Səncər Bizansla sülh müqaviləsi imzalaması Sultan Səncər 12-ci əsrdə hakimiyyətdə, yəni 1118-1157. Bizansın məğlubiyyətə uğradılması bəli Malazgirt döyüşü 1071-ci ildə avqustun 26-sında Şirvanşahlar dövlətinin asılı salınması 1066-dır.
Azərbaycan ərazisində yerləşən dövlətlərin asıla salınması, başlanması 1054-dür. Məhz doğru cavab C bəndidir. Deməli, de ki, zaman oxuna əsasən xronoloji ardıcıllığı müəyyən edin. İslam dininin meydana gəlməsi bu olur 610-cu il. 613-də isə açıq təbliğ başlanmışdı. Bağdad şəhərinin əsasını qoyması 762, Bədir döyüşündə müsəlmanların qalib gəlməsi 624, Ərəb qoşunları tərəfindən Fələstin, Suriya və Misirin fəth edilməsi ilk xəlifələr dövrü, yəni 632-661-ci ildir. 7-ci əsrin birinci yarısıdır. Deməli, 1-ə gələcək A, çünki A birincidir. İslam dili meydana gəlməsidir. 1-ə A 1-in yanında olmalıdır. A 1-in yanında. Deməli, 2 dənə elə bir variantımız var. Birinci ilə C-yə baxaq. 2-nin yanında olmalıdır. 2-nin yanında olmalıdır. 2-yə gəlməlidir. B, baxaq hələ. Bağdad şəhərinin yox, 3-ə B olmalıdır. 3-ə B doğrudur. 2-yə D olmalıdır. Deməli, nə deyir burada? 2-yə D. Bağdad şəhəri 762 sonunda olub, düzdür. 4-də C olacaq. Yəni, Ərəb qoşunlarının, bəli, məhz doğru cavab C bəndidir. 1-ə A, 2-yə D, 3-ə B, 4-də C. Məhz xronoloji ardıcıllıq belə götürülür. Səbəbi hökmdarı Şah II Təhmasibin hakimiyyət dövründə, deməli, 1524-76-da Osmanlı dövlətinə qarşı Qərbi Avropa dövlətləri ilə hərbi ittifaq bağlandı. Xeyr, belə bir şey yoxdur. Osmanlı yalnız 1555-ci ildə Amasya sülhünü bağlayıb, səbəb Osmanlı müharibə birinci mərhələsini başa çatdırmışdır. Səbəbi qoşunları İrəvan və Həmədan yaxınlığında Osmanlılara məğlub oldu. Daha doğrusu, üzrlü ikinci Təhmasibdən burada söhbət gedir. Yəni, 1732-ci ildə müqavilə bağlayıb, Həmədan yaxınlığında Osmanlılara məğlub oldu. Doğrudur, 1731-ci ildə. Məsələ B bəndi doğru cavabdır. Stepan Razinin başçılığı bu Süleyman dövrünə aiddir. Rusiyanın Şimali Qafqazda strateji məntəqələrində məşğullənməsinin qarşısı alındı. Bu 2-ci Abbasın dövrüdür. Rusiya Gəncə müqaviləsi imzalandı. Bu 3-cü Abbasın dövrü Nadir xan imzalamışdı. 1735-ci ildə. Verənlərdən hansılarının yerini dəyişməklə xronoloji ardıcıllıq gözləmək olar, yəni düzgün olar. Alanlara Albaniya yürüşlərinin başlaması bizim eran 1-ci əsrdir. Massagetlərin 2-ci Kirin qoşunlarına qalib gəlməsi 530-dur. Makdoniyaya qarşı baş vermiş üsyanı Atropat tərəfindən yatırılması, yəni bu 327-ci il idi. İskəndər Məktəsi hücumundan 328-də baş verib, daha doğrusu 28-27-ci illərdə. Padişah şəhərinin Aşşurbanipal tərəfindən dağıdılması, bu da yəni 650-də. Deməli, birinci gələcək, daha doğrusu, deməli, cavab 1-dən 4-ün yeri dəyişməlidir. Cavab E bəndidir. Çünki 4 ən böyükdür, 1 isə bizim yerdə olduğu üçün ona görə də dəyişiləcək yeri cavab E bəndidir. Verilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Şimali Afrikada Vandal krallığının işğal edilməsi 5-ci əsrdə yaranmışdı bu. Deməli, Frank və Bizans bu gedəcək 2-yə Justina işğal etmişdi. Poitiers döyüşündə Əməvi qoşunları məğlub edilməsi 732 Franka gedəcək. 1-ə gedəcək, deməli 2-yə A, 1-ə B. 2-yə A, 1-ə B. Roma imperiyasının parçalanması nəticəsində yaranması Bizansdır. Yəni, Roma imperiyasının deməli A-la C gedir 2-yə, A-la C 2-yə gedir. B gedir 1-ə. Baxırıq, ərəblərə qarşı mübarizə aparması oxşardır, D gedəcək 3-ə. Erkən testlər dövründə mövcud olması, bəli, məhz doğru cavab elə A bəndidir. Rusiya Qacar müharibələrinə aid uyğunluq gözlənilmişdir. Gəncənin işğal edilməsi ilə burada yerli bəylərdən ibarət müvəqqəti şura yaradıldı. Bu Şəkiyə aiddir. 1806-cı ildə və yaxud da daha doğrusu Qubaya aiddir. 1806-cı ildə 10-cu ilə qədər əyalət şurası olub. Şəkidə də 1806-cı ildə olub. Rus qoşunları tərəfindən İrəvan şəhəri işğal olundu. Bəli, 1827-də bu baş verib. Gözlənilmişdir. Gəncə deyildi, yəni 2-də B uyğun gəlir.
Bakı və Quba əraziləri Dərbəndə yerləşən müsəlman ərazilər rəisinə tabe edildi. Xeyr, bu aidiyyəti yoxdur. Deməli, müharibələr dövründə deyir. Buxarest müqaviləsi əsasən Rusiya Cənubi Qafqazın Qacar işğallarını tanımaq xeyr. Aidiyyəti yoxdur. Osmanlı nə olub, həm də Rusların işğalı tanınıb. Gümrü yaxınlığında döyüşdə Rusiya qoşunları məğlubiyyətə uğradı. Xeyr. Doğru cavab məhz B bəndidir. Yunanistan mədəniyyətinə aid olan xüsusiyyətlər müəyyən edin. Deməli, tarix elminin əsası qoyulması, bəli, 5-ci əsr. Eschilin ilk pyesin müəllifi olması, zəncirlənmiş Prometey, bəli, bu da ola bilər. Yunan elminin ilk mərkəzinin Afina şəhəri xeyr, millət idi, siyasiyada. Eradan 1-ci əsr və eramızın 1-ci əsr poeziyanın qızı bu Romaya aiddir. Məhz doğru cavab 1-2-dir, cavab D bəndidir. 20-ci əsrin ilk 10 illiyində Şimali Azərbaycanda milli hərəkatın əsas aparıcı qüvvələri idi. Milli burjuaziya və ziyalılar, məsələ doğru cavab A bəndidir. Çünki iri torpaq sahibləri ola bilməz, müxtəlif dinlərin ruha yox, xeyr, kəndi cavab A bəndidir. Onu uzatmağa ehtiyac yoxdur. Deməli, İngiltərə 1649-cu ildə İngiltərədə 1649-cu ildə baş vermiş hadisələri müəyyən edin. Respublika elan edildi, bəli, hüquqlar haqqında Bill qəbul edildi 1689-dur. Kral hakimiyyəti ləğv olundu, bəli. Lordlar Palatası ilə birləşdilər 1-3. Sultan sülaləsinin hakimiyyəti bərpa edildi, xeyr, 1-ci mərhələsi başa çatırdı. Lordlar Palatası ləğv olunmuşdu. Cavab 1-3-5-dir. Cavab C bəndidir. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda mis və neft sənayesinə aid ümumi cəhət xarici kapitalın üstünlüyü təşkil etməsi, məsələ doğru cavab ilə A olacaq. Çünki Alman kapitalı metallurgiya idi, yəni əlvan metallurgiya və yaxud misdə idi, Gədəbəydə. Amma neftdə Nobel və yaxud da Fransız, İngiliz kapitalı üstünlüyü təşkil edirdi. İnhisarların fəaliyyətinə son qoyulması xeyr, əslində inhisarlar misdə olmayıb, neftə başlamışdı. İnhisarlar 20-ci əsrin əvvəlində başlayıb, yəni misdə. Milli kapitalın həlledici rola malik olması xeyr, müəyyən qədər vardı, amma tam həlledici deyildi. Yalnız yüngül və yeni sənayesində milli kapital üstünlüyü təşkil edirdi, bir də balıq sənayesində. İlk manufakturanın fəaliyyətə başlaması 1827-dir, amma ikinci yarısını soruşur, məhz doğru cavab A bəndidir. Uyğunluğu müəyyən edin. Hadisə nəticə, Hindistanın şimal və şimal-qərbinin Qəznəli dövləti birləşdirilməsi Abbasi xilafət tərəfindən Mahmud Qəznəli Sultan Tuğruluna layiq görüldü, bəli, uğurlarına görə bu doğrudur. 11-ci əsrin birinci yarısında dini pərakəndələrin yaranması 1042-ci ildə Qaraxan dövləti 2 hissəyə parçalanması xeyr, daxil çəkmələr nəticəsi idi, Məmur özbaşınalığı, mərkəzi hakimiyyətin zəifləməsi idi. Bunu götürə bilmərik. Zaman düzdür, amma şərt düz deyil. Talas döyüşündə Çinin Ərəb xilafəti tərəfindən məğlub edilməsi, Uyğurların Çinin daxili işlərə müdaxilə etməsi, şərait yaranması bu doğrudur. 1-3. Satu Buğra xanın İslamın rəsmi dövlət dini qəbul etməsi, Qaraxan dövlətində feodal dağınıqlığı və daxil çəkmələr artdı. Xeyr, əslində güclənən dövlət cavab 1-3-dür. Məhz A bəndidir. Səfəvi hökmdarları Şah 1-ci İsmail və Şah 1-ci Təhmasibin hakimiyyət dövrlərinə aid ümumi cəhət Səfəvi dövlətinin paytaxtının köçürülməsi Təhmasib aid 1555-də Təbrizdən Qəzvinə, Osmanlı dövləti ilə sülh müqaviləsi imzalanması İsmailin dövründə olmayıb, Təhmasib isə 1555-də bağlayıb Amasyanı. Dərbəndə sülaləsinin hakimiyyətinə son qoyulması, yəni Təhmasib aid 1538, paytaxt Təbrizin Osmanlı qoşunları tərəfindən tutulması bəli 1514 çaldırma nəticəsində, 1534, 35, 48-də Süleyman tərəfindən tutulmuşdur. Məhz doğru cavab D bəndidir. Akkoni dövləti ilə isə heç bir əlaqə olmayıb, həm də ki, Akkoni dövləti yalnız bir neçə il, 1-2 il təxminən İsmailin dövrünə düşür. Çünki 1503-cü ildə süqut eləyib. Təhmasib 24-də gəlib hakimiyyətə. Rusiyanın Şimali Azərbaycanda köçürmə siyasəti ilə bağlı düzgün fikir müəyyən 3 mərhələdən ibarət olmuşdur. Baxaq, yerli müsəlman türk əhalisi Rusiyanın mərkəzi quberniyalara köçürüldü, xeyr, əksər ruslar gətirildi Qafqaza. Rus ailələrin köçürülməsi yalnız iqlimə uyğunlaşmış hərbçilər hesabına aparıldı, xeyr, hərbçilər dözmədiyi üçün mülki hal gətiriləcək. İlk planda hərbçilərin məskunlaşdırılması idi. Ermənilərə verilən vergi güzəştləri onların yerli əhali inteqrasiyası təmin etdi, xeyr, gələcək münaqişənin əsasını qoydu əslində. Xristian əhalinin
sərhəd ərazilərin yerləşdirilməsi bufer zona yaratmağa xidmət edirdi. Bəli, Borçalı, yəni Türkmənçay müqaviləsinə görə Borçalı, İrəvan, Naxçıvan, Qarabağda. 1830-da isə ilk dəfə Rusların yəni Rusiyadan köçürülən rusların isə Qarabağ, Şirvan və Lənkərana köçürülməsi ilə məhz yəni Türkmənçay müqaviləsi ilə köçürülən ermənilərlə başladı. Rusların köçürülməsi Xristian bufer zonasının yaradılması başa çatdı. Məhz doğru cavab D bəndidir. Qədim Çində Xan sülaləsinin hakimiyyət dövrünə aid deyil. Yəni Eradan 206-da gəliblər, Sarsarvan nəticəsində gediblər, yəni 204-cü ildə təxminən. Pinçen şəhəri yaxınlığında döyüşün baş verməsi aiddir 200-cü il. Çinin dünya ticarət yollarına çıxış əldə etməsi 2-ci əsrin əvvəl doğrudur. İlk dəfə, 2-ci əsrdə daha doğrusu, ilk dəfə vahid ölçü çəki və pul sistemi tətbiq edilmiş, bu Sen Şuxanı tətbiq etmişdir. Sin sülaləsi cavab C bəndidir. Hunlar yürüşünə qarşı mübarizə aparılması bu doğrudur. Hər iki həmçinin həm də Xanda olub. Qırmızı Qarslar üsyanın başlaması bizim eran 1-ci əsrin əvvəldir. Bu da doğrudur. Məhz aid olmayan cavab C bəndidir.